Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U11 Liqası sabah ulduz görüşünü sizlərə təqdim edirik. Bugün güclü yarışır. Bugün hər iki komanda ifasında gözəl futbol izləyəcəyimizə şübhələr yoxdur. Komandaların heyətləri ilə sizi tanış etməmişdən əvvəl oyunu idarə edən Cavid Məmmədovu sizə təqdim edirəm. İndi isə ulduz komandasının bəli, qarşılaşma başladı. Ulduzun heyəti bu cürdür. Qapıda 22, 23 Zakir Allahyarov, 26 Məhəmməd Nəcəfzadə, 27 Yusif Mirzəzadə, 21 Murad Abbaslı, 22 komandanın kapitanı Mirəli Ağalarov, 24 İlham İsmailov, 34 Ziya İbrahimli, baş məşqçi Çingiz Bədəlov, digər futbolçular 30 Yusif Quliyev, 1 Həsən Mütəllimli, hər ikisi qapçıdır. 20 Murad Qurbanlı, 19 Rüstəm Ağazadə, 28 qapıya zərbə, qapçı topu qaytar, daha bir zərbə və top qapıdan keçir. Sabah futbolçular artıq görüşün ikinci dəqiqəsində hesabı açırlar. Birinci dəqiqə təzəcə tamam olmuşdu ki, Yusif Məmmədli topu qapıdan keçirir. Golun təkrarı bir daha bizdə təqdim olunur. Əvvəlcə Davidin zərbəsini qapıcı qaytarsa da təkrar zərbədə golun vurulmasına mane ola bilmir. Mərkəzdən ulduz topu oyuna daxil edir. 28 Məhəmməd Babay, 25 Emin Cəfərov, 32 Kənan Aşirov, 38 Əli Bayramov. İndi isə sabahda və yox, qayda pozulmadı, hakim görüşü davam etdirir. 23 Uğur İrzayev, 60 Həzi Abdullazadə, 7 Nihat Həsənov, 13 David Zeynalov, 11 Yusif Məmmədli, 9 Ömər İşlər qapıya zərbə, Abbas qola yaxın idi. 10 komandanın kapitanı Abbas Hüseynli, baş məşqçi Arslan Quliyev, digər futbolçular 1 İbrahim Hənifəyev qapçıdır, 21 Mehbalı Qəhrəmanlı, 20 Fərid Əzizli, 18 Amin Adıgözəlov, 30 Əbülfəz Salahov, 33 Həmzə Səfərli. Sabah bu görüşdə erkən qol, qapıya zərbə və qapçı Uğur yaxşı oynuyor. Kapitan Milərdən zərbəsinin qarşısını kəsir. İkinciden zərbə ilə ulduz topu oyuna daxil edəcək. Yusif Mirzəzadə, Cavid Məmmədov ikinci topun meydançıdan uzaqlaşdırılmasını istəyir. Ev tapşırığı izləyirik. Yerlə ötürmə. Qapıya daha bir zərbə və müdafiəçilər İlham araya, İlham qapıya zərbə və top qapıdan keçir. Qısa zaman kəsiyində hesab bərabərləşir. 3-cü dəqiqədə. 1 dəqiqə sonra İlham İsmailov. İlham özündən bir yaş böyüklərlə mübarizə aparır. 2014'lerin yarışında 2015'tir. Golun təkrarını izləyirik. İlham topu rəqibdən almağı bacarır və topu bu cür qapıdan keçirir. 1-1. Hər iki komanda görüşə qolla başladı. Bu isə oyunun sürətindən xəbər verir. İlham. Onu meydanın istənilən nöqtəsində görmək mümkündür. Yusif irəli oynuyor. Top uğrunda hər iki komanda meydanın hər bir nöqtəsində mübarizə aparır. Ziya. Nihat aldanmır. Ötürmə. Ömər. Abbas boş mövqidən amma keçmir. Yusif bu ötürmənin ünvanına çatmasına mane olur. Yenidən İlham. Artıq təhlükəli olmağa başlayıb. İlham hərəkət topladı. Yusifi keçdi. Qapıya baxdı. Zərbə. Uğur. Bugün hər iki qapıcı 23 nömrəli forma ilə çıxış edir. Artıq top oyuna diye ötürmə. Abbas. Qapıya zərbə, top. Dirəyərək oyuna qayıdır. Yenidən İlham. İlham. Artıq rəqibə mane olmağa çalışır. Mən deyərdim ki, bunu da bacarır. Cəlmə zərbəsi. İlham İsmailov elə zərbəni də o yerinə yetirəcək. Meydançanın digər hissəsində U11 Liqasının daha bir maraqlı görüşü keçirilir. Zirə Vətən qarşılaşır. 17-ci turun bütün görüşləri bugün keçiriləcək. İlham topa yaxınlaşır və top qapının üstündən keçir. Cəlmə zərbəsini. Qapıya zərbə, top qapı dirəyini deyərək oyuna qayıdır. Təhlükəli zərbə idi. Ne olmasaydı? Şimdi 4 topu.
Emin. Küncdən zərbə. Ulduz küncdən top oyuna daxil edəcək. Qurbanlı topun yanındadır. Bu dəfə yəqin içəriyə doğru ötürmə olacaq. Yerlə ötürmə gəlir. Daha bir künc zərbəsi. Ulduz topu oyuna daxil edəcək. Salam, salam. Emin. Amin. Ona mane olur və beləliklə ilk hissə başa çatır, qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri U11 liqasında sabah ulduz görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissə həyəcanlı keçdi. Hər iki komanda bir qolla yadda qaldı. Vurulan qolları bir daha xatırlayıram. 2 dəqiqə ərzində bütün hadisə başlayır. Yusifin qoluna İlham cavab verdi. Murad. Mirəli. Abbas istiqamət ötürmə alınmır. Məhəmməd. Solda oynuyor. İlham. İçəriyə doğru ötürmə zərbə olacaqmı qapıya? Zərbə Muradın zərbəsi və müdafiəçilər mane olur. Nihat. Bu topun, bu zərbələrin qarşısını kəsir. Özünü sanki bu epizodda güllənin önünə atır. Təhlükəli zərbə idi, amma hər şey artıq geridə qaldı. Abbas. Murad. Ona qarşı rəqibin 2 oyuncusu mübarizə aparırdı. Və qapı istiqamətinə zərbə Yusifin zərbəsi. İbrahim. Doğrudan yaxşıdır. Artıq İbrahim Ənifəyev ikinci sıradan meydançı. Qapını o qoruyur. Fərməm yaxşı müəllimdə. Mirəli. İçəriyə doğru ötürmə, amma istənilən hücumu qura bilmirlər. İbrahim. Yaxınlıqda olan komanda yoldaşına ötürməli. Ömər və topu alırlar ondan qapıya. Zərbə ulduz hesabda önə keçir. Komandanın kapitanı Mirəli Ağalarov ulduzu hesabda önə çıxarır. Ulduz sevinir. Təkrarı izləyirik. Məhəmməd burada rəqibə mane yaradırdı. Murad. Artıq görüş daha da maraqlı olmağa başlayıb. Harda oynamaq istəyirsən? Burada, orada tezdən. Emin. Yaxşı. Kapitan. Qapıya zərbə qapçı İbrahim. Cərmə zərbəsini Sabah yerinə yetirəcək Emin Adıgözəlov. Sabahın 18 nömrəli oyuncusu topun gerisində də Cavid Məmmədov işarəsini verdi qapıya. Zərbə və qapçı zərbənin qarşısını kəsir, hücum. Ziya. Hücumun böyüməsinə mane olurlar. Həzi içəriyə doğru. Ötürmə qapıya daha bir zərbə. Ulduzun heyətində Həsən Mütəllimli qapını qoruyur. Ulduz hücum qurmağa çalışır və qapıcı İbrahim vaxtında irəli çıxaraq təhlükənin böyüməsinə imkan vermir. Ömər. Qayda pozulur. Məhəmmədə qarşı qayda pozulmuşdu hakim. Bəli, qayda pozuntusunu qeydə alır Məhəmməd Nəcəfzadə. Bildirir ki, topu mən özüm oyuna daxil edəcəm. Hakim artıq zərbənin vurulmasına icazə verib Məhəmməd topu irəli və birbaşa qapı istiqamətinə top tinələyərək meydanı tərk edir. İbrahim. Həmzə. Abbasla oynuyor. Abbas. Kapitan. Qapçı Həsən irəli çıxır. Abbas
İkinciden zərbə. Sabah ikinciden topu oyuna daxil edəcək Əbülfəz Salahov. Sabahın 30 nömrə oyuncusu. Ev tapşırığı da izləyə bilərik. Rüstəm indi yerdə qalıb. Rüstəm Ağazadə. Bəli, ayağı qalxır. Məşqçi heyətində yaxşı olduğunu bildirir. Həmzə qapını yoxlayır və gücdən zərbə təyin olunur. Səhv etməmsə Həsən zərbənin qarşısını kəsdi. Yerində Əbülfəz ikinci zərbəsi ilə topu oyuna daxil edəcək. Abbas ona yaxın mövqedə yanıb. Yerdə ötürmə. Abbas da oynayır. Abbas qapıya zərbəsi və top qapıda da yenidən hesab bərabərləşir. Hər iki komandanın ifasında gözəl futbol izləyirik. Abbas Hüseynli komandanın kapitanı meydançaya daxil olduqdan 2 dəqiqə sonra topu qapıdan keçirir. Bugün kapitan sarğısının haqqını verir. Uzaq küncə yerlə dəqiq zərbə ilə yadda qalır. Mərkəzdən Ulduz topu oyuna daxil edir. Bugün hər iki komanda yaxşı oynayır. Ötən tur 16-cı turda Ulduz vətəndən üstün futbol göstərmişdi. Bugün isə Sabahla qarşılaşırlar. 2-2'lik bərabərlik var. Murad. Məhəmməd içəriyə oynuyor. Qapı istiqamətində o qədər də təhlükə olmayan bir zərbə indirilir. Kənanın zərbəsi idi. Ulduz və qayda pozulur. Abbas sərt oynuyor. Cəlmə zərbəsi yerinə yetiriləcək. Vüqar Əliyevə qarşı qayda pozulmuşdur. Rüstəm yerlə oynayır qapıya. Zərbə Murad. Amin Həmzə ilə oynayır. Həmzə Sabah əks cümdə Ulduzu yaxalamağa çalışdı və bunu bacarır top. Qapıda da Abbas Hüseynli özünün ikinci komandasının üçüncü golunu vurur. Bugün Sabaha hava su kimi lazım olan qolu Abbas vurur. Amma Həmzə bu epizodda komanda ruhunu ortaya qoydu, paxıllıq etməyərək Abbasa ötürmə verir. Təkrar bizə bir daha təqdim olunur. Ev tapşırığı ilə qapıya zərbə vurmağa çalışırdı. Amin Həmzəyə baxıraq özü də qapıya zərbə vura bilərdi, amma Abbas daha əlverişli mövqedə idi. Sabah yenidən hesabda önə keçdi. Vüqar çox sürətli artıq. Ona qarşı daha bir hakim devam edib. Vüqar epizodda hakimə etiraz edir. Altdan top oyuna daxil ediləcək. İrəliyə qapıya zərbə. Bu nə idi İbrahim? Nəyin qarşısını kəsdi? Çox təhlükəli zərbə idi və artıq rahat şəkildə topu oyuna daxil edəcək. Hənifəyev bəlkə də tarixi bir qurtarışla yadda qalır. Artıq görüş başa çatır hörmətli futbol azarkeşləri. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm. Amma
rubrikaya sadiq qalaraq bir nəfər oyunun ulduzu seçirəm. O da sabahın 10 nömrəli futbolçusu Abbas Hüseynlidir. Bizə ayrılmış vaxt burada başa çatır. Sağ olun və ən əsası odur ki, sağlam olun.